Bakı Regional Məşğulluq Filialının fəaliyyətindən danışırıq bugün. Bütün fəaliyyət istiqamətlərimizdə vətəndaşların qeydiyyata alınması və onlarla aktiv məşğulluq tədbirləri yönündə iş aparılması yönündə fəaliyyətlərimiz var. Yeni konsepsiyaya uyğun şəkildə onların məşğulluq imkanları qiymətləndirilir, fərdi məşğulluq proqramı tərtib olunaraq onların tələbinə və istəyinə uyğun əmək bazarına cəlb olunması yönündə iş aparılaraq onların aktiv məşğulluq tədbirləri icra olunur və onların əmək bazarına geri qaytarılması yönündə iş aparılır. 2025-ci ildə hansı nəticələr əldə edildi? 91 mindən çox vətəndaşımız işlə təmin etmişik. 43 əmək yarmarkası keçirmişik, 17 dəyəri masa keçirmişik. Əmək yarmarkasında təqdim olunan vakansiyalar 2025-ci ildə 10 minə qədər vakansiya təqdim olunmuşdur. 2026-cı il üçün başqa hansı hədəflər var? Keçən il icra etdiyimiz hədəfləri daha da artırmaq, həm işə düzəltmə sahəsində, həm yarmarkalar, dəyərin masalar, eyni zamanda daha çox sahibkara və işə götürənə çatmaq hədəfimiz var. İnanırıq ki, 2026-da yüksək hədəflərə çatacaq. Növbəti həftə yenə görüşəcəyik. Özünüzü qoruyun. Hələlik.